İyunun 27-sində Rusiyanın Yekaterinburg şəhərində OMON dəstəsi Azərbaycanlıların evinə basqın edib. 9 mənzilə edilən basqın nəticəsində Səfərov Ziyəddin və Hüseyn qardaşları işgəncə ilə öldürülüblər. Bir müddət sonra isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən Kamal Qədiməli oğlu Səfərov, Ayaz Möhbalı oğlu Səfərov və onun qardaşı Məzahir Möhbalı oğlu Səfərov xəstəxanada həyatlarını itiriblər. İyunun 28-də ölən 3 Azərbaycanlı Ziyəddin və Hüseyn qardaşlarının əmsi oğluydu. Ziyəddin və Hüseyn qardaşları isə tanınmış jurnalist və ədəbiyyatşünas, 525-ci qəzetin redaktoru, Dünya Ədəbiyyatı jurnalının baş redaktoru Seyfəddin Hüseynlinin qardaşlarıdır. Seyfəddin Hüseynli hadisə ilə bağlı mətbuata açıqlamasında belə deyib: "İki qardaşım öldürülüb, heç nə demədən evlərə basqın ediblər. Ailəni, evdə yaşayan insanları kütləvi həbs ediblər. Qardaşlarımı da işgəncə ilə öldürüblər." Rusiya Federal Təhlükəsizlik Xidməti tərəfindən həyata keçirilən əməliyyatın detallarına gəlincə. Belə ki, iyunun 27-si səhər saat 5 radələrində FSB əməkdaşları Yekaterinburg şəhərinin müxtəlif ünvanlarında yaşayan Rusiya vətəndaşları, əslən Azərbaycanın Ağdam rayonundan olan Səfərovlar ailəsinin yaşadığı ünvanlarda əməliyyat keçirib. FSB əməkdaşlarının mənzillərə basqını zamanı öldürülən Ziyəddin və Hüseynin digər qardaşı Bakir Səfərov, o cümlədən 8 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Xəstəxanaya yerləşdirilənlərdən Kamal, Ayaz və Məzahir Səfərov vəfat edib. Akif Səfərovun vəziyyəti isə ağır qiymətləndirilir. Rusiyanın Y1.ru saytı saxlanılanların 50 nəfərdən çox olduğunu yazıb. Məlumata görə saxlanılanlar Lenin küçəsi 17 ünvanında yerləşən polis idarələrinə aparılıblar. Onları tutub aparıblar. Bəziləri çağırılanda özləri gəlib. Bəziləri isə gizlənir. Deyirlər qatili axtarırlar. Baş idarədən bir dəstə polis, İstintaq Komitəsinin müstəntiqləri gəlib. Şahidlərdən biri Y1.ru-ya bildirib. Başqa bir məlumata görə isə FSB-nin Azərbaycanlı Səfərovlar ailəsinin yaşadıkları müxtəlif ünvanlara keçirdiyi əməliyyat nəticəsində 9 nəfər saxlanılıb. Saxlanılanlar hamısı qardaş və əmioğludular. Meyitlərin bazar ertəsi Bakıya göndəriləcəyi gözlənilir. Teleqrafın əldə etdiyi məlumatda isə hadisə ilə bağlı başqa detallar ortaya çıxır. Bildirilir ki, FSB orada yaşayan azərbaycanlılara istintaq gedir, heç bir məlumat verməyin deyib, hələ qorxu gəlirlər. Meyitlərin Azərbaycana göndərilməsi ilə bağlı işlər başlayıb. Ehtimal ki, iyunun 29-da meyitlər ailələrinə təhvil veriləcək. İyunun 30-da isə mərhumların cənazəsi Bakıya göndəriləcək. Qətlə yetirilmiş Səfərov qardaşlarının kiçiyi Hüseyn Azərbaycan vətəndaşı, böyük qardaşı Ziyəddin isə Rusiya vətəndaşıdır. Ümumilikdə 9 mənzilə basqın olub. Basqın zamanı qadınlara da işgəncə verilib. Mənbə bildirib. Şəxslərin hamısı Ağdamın Mərzili kəndindəndir. Hadisənin səbəbi 24 il əvvəl baş vermiş qətllə əlaqələndirilib. Rəsmi təsdiqlənməyən məlumata görə səbəb 2001-ci ildə qardaşlara məxsus kafedə Ağdam rayonundan olan Yunis adlı şəxsin qətl hadisəsi olub. Bunların kafesində o vaxt qətl hadisəsi olub. Üstündən 24 il keçəndən sonra məhz indi bu şəxslərin evinə basqın edərək işgəncə verib onlardan qətli etiraf etmələrini tələb ediblər. Qardaşlar cinayəti üstlərinə götürmədikləri üçün işgəncəyə məruz qalıblar. Hazırda 9 nəfər polisdə saxlanılır. Hərbi And qəzetinin baş redaktoru Səfərov qardaşlarının yaxın dostu Emin Həsənli açıqlamasında bildirib ki, basqın və qətl, insanların həbsi Azərbaycan diasporuna qarşı olan təzyiqdir. O bildirib ki, Ziyəddin və Hüseyn Səfərov qardaşları 35 ilə yaxındır Rusiyada yaşayırlar. Onlar Rusiya vətəndaşlarıdır. Onlar həm də Azərbaycan diasporunun aktiv üzvü idilər. Vətən müharibəsində ölkəmizə aktiv şəkildə dəstək olurdular. Haqq səsimizi Rusiyaya çatdırmağa çalışırdılar. Bundan başqa, ölkəmizdən Rusiyaya gedən şəxslərə iş tapmaqda yardım edirdilər. Hamısı savadlı, mədəni insanlardır. Hazırda həbsdə olan Bakir Səfərov rus dili müəllimidir. Ziyəddinin 55, Hüseynin isə 60 yaşı var idi. Ağdamın Mərzili kəndində anadan olublar. Emin Həsənli bildirib ki, onların evlərinə basqından dünən xəbər tutub. Heç bir xəbərdarlıq olmadan evlərə basqın ediblər. Bakir həmin qüvvələrdən sənəd tələb etsə də buna məhəl qoymayıblar. Bu, ailəyə yox, Azərbaycan diasporuna qarşı hücumdur. Emin Həsənli deyib ki, bəzi mənbələrə görə həbs olunanların sayı 70-dən çoxdur. Rusiya mediası yazır ki, güya Hüseynin və Ziyəddinin ürəyi xəstəymiş. Tamamilə yalandır. Daha sonra bildirirlər ki, güya Azərbaycan diasporu arasında konflikt olub. Bu da yalandır.
Emin Həsənli onu da əlavə edib ki, qətlə yetirilən qardaşlardan biri kafe işlədir, digəri isə taksi sürücüsü kimi fəaliyyət göstərirmiş. Ziyəddinin və Hüseynin hərəsinin 2 oğlu var. Ziyəddinin oğlu hüquqşünasdır. Hazırda özü də bu işlə maraqlanır. Digərləri də ali təhsillidir. Bəs öldürülən qardaşlar kimdir? Əslən Ağdam rayonundan olan Səfərov qardaşları restoran biznesi ilə məşğul olublar. Yekaterinburqda yerləşən Kaspi restoranı onlara məxsus olub. Azərbaycan Xarici İşlər Nazirliyi bu böyük cinayət hadisəsi, Yekaterinburq şəhərində azərbaycanlılara qarşı hücumlarla bağlı bəyanat yayıb. Bəyanatda Azərbaycanlıların yaşadıkları evlərə basqın nəticəsində həmvətənlərimizin həlak olması və bəzilərinin ağır bədən xəsarətləri nəticəsində yaralanması, habelə 9 nəfərin saxlanması ilə bağlı dərin narahatlıq ifadə olunub. Rusiyanın məsələ ilə bağlı təxirəsalınmaz araşdırılma aparmasını və bu qəbul edilməz zorakılığı törədənlərin qısa müddət ərzində məsuliyyətə cəlb edilməsini gözləyirik. Bəyanatda vurğulanıb. Rusiya Federasiyasının Regional İstintaq Komitəsi və Rusiya Daxili İşlər Nazirliyinin Sverdlovsk vilayəti üzrə baş idarəsi də Yekaterinburqda azərbaycanlılara qarşı keçirilən əməliyyat barədə birgə məlumat yayıb. Məlumatda Rusiya İstintaq Komitəsinin Sverdlovsk vilayəti regional idarəsinin Rusiya Daxili İşlər Nazirliyinin regional baş idarəsinin əməkdaşları ilə birgə Rusiya Qvardiyasının xüsusi çevik hücum dəstəsinin döyüşçülərinin dəstəyi ilə ötən illərdə törədilmiş cinayətlər üzrə cinayət işlərinin istintaqı çərçivəsində bir sıra tədbirlər həyata keçirdikləri bildirilib. Qeyd olunub ki, ötən illər ərzində Yekaterinburqda baş vermiş bir sıra cinayətlər törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb və həmin şəxslərin yaşayış yerlərində də axtarışlar aparılıb. Onların istintaq altında olan cinayətlərdə və digər cinayətlərdə iştirakları yoxlanılır. İstintaq maraqları naminə indiki mərhələdə ətraflı məlumatın açıqlanmadığı bildirilib.